Hoş gelmişsiniz. Teşekkür ederim. Hüdayi müəllim, elə sual vermək istəyirəm. Ədəbiyyatçı, amma sahəcə İktisat. iqtisadçı. Maraqlıdır ki, hər iki peşə ayrı-ayrıdır. Sizcə, nədən ədəbiyyatı seçmədiniz o zaman? Əslində mən hələ uşaqlıqdan ədəbiyyat seçmişdim. Jurnalist olmaq istəyirdim. Ancaq atamın arzusundan dönə bilmədiyimə görə Xalq Təsərrüfat İnstitutuna gəlib qəbul oldum ki, iqtisadçı olum. Çünki atamın arzusu iqtisadçı olmalıydı. Ancaq mənim ürəyimdə ədəbiyyat həmişə yaşayır. Ədəbiyyatdan danışdıq. Sizcə, ilk şeiriniz hansıydı? Elə qələmi alıb əlinizə nəyə başladınız? Sevgilim, gəl qoşa çıxaq seyrinə, bu uca dağların, qoca dağların. Baxaq heyran-heyran zirvələrinə, dumanlı çiskinli qoca dağların. İlk şeirim bu oldu. Sevgidən danışdınız. Deyəsən həyatınızda elə sevdiyiniz olub, ilk sevginiz. Həyatda demək olar ki, hər bir adamın demək olar ilk sevgisi yox, ilk hissləri ola bilər. İlk hissləri. Əslində ailə qurduğun adam elə sənin öz ilk sevgindir. Ancaq ilk hisslər olur. İlk hisslər demək olar ki, daha ki orta məktəb illərindən hər bir adamın ürəyində yaranır. Ancaq ilk məhəbbət övladları ilə asılı olmalıdır. Mən belə düşünürəm. Siz doğru buyurdunuz, amma mən sizə bir söz də söyləmək istəyirəm ki, necə deyərlər, o ilk sevgini unutmusunuz, yoxsa hələ də yaddaşda saxlamısınız? Yox, yəqin ki, ürəkdə yaranan hisslər heç vaxt itə bilməz. O ürəkdə öz yerini sağlar. Ancaq bir roman yazasınız. demək olar ki, Uğursuz İllər romanı mən hardasa 72-ci illərdə başlamışam yazmağa. O romanın birinci, ikinci hissəsini yazdım. Roman əslində ailə məişət mövzusunda gedən bir romandır. Orada bir qızla bir oğlanın talehindən söhbət gedir. Lakin qızla oğlanın ailəsinin razı olmayan, o ailəni dağıtmaq istəyən oğlanın anası olur, istəyir öz bacısının qızını alsın. Bu da mümkün olmur, onların məhəbbətinə heç bir maneə toxuna bilmir. Mən ümumiyyətlə o romanı yazdım, ancaq o romanı çap elətdirmədim. Ona görə ki, vətənimizdə hakimiyyət dəyişikliyi oldu. O vaxtı mən o dövr üçün yazmışdım o romanı. Sonradan fikirləşdim ki, mən bu romanı çap elətdirməliyəm. Ancaq mən bu romanı çap elətdirməkdən ötəri romanın 3-cü hissəsini yazmalıyım. Ümumiyyətlə, roman Bakı-Ağdam istiqamətində hərəkət edir. Ağdam-Bakı, Bakı-Ağdam. Mən 3-cü hissədə yenə də Ağdama qayıtdım. Lakin Ağdama o vaxtı qayıtdım ki, artıq Ağdamda Qarabağ müharibəsi başlamışdı. Həmən müharibədə mən əsərimin qəhrəmanlarını həmən müharibəyə getdim, həkk elədim. Ondan sonra əsərin 3-cü hissəsi Ağdamda gedən Qarabağ müharibəsinə həkk olundu. Əsərin axırında, düzdür, əsərin qəhrəmanını öldürürəm, ancaq mən onu vətən uğrunda, vətən keşiyində bir qəhrəman kimi öldürürəm. Ancaq onun ölməyinə baxmayaraq, onu həyatı boyu sevən Röya xanım, onun məzarının üstündən qayıdır, girir evə, əskər paltarını geyinir, əlinə avtomat götürür, yavaş-yavaş dumanların içində gözdən itir və bütün Ağdamın yiğit döyüşdə qəhrəmanlıq eləyən oğlanları onun arxasınca gedir. Və mən bununla demək istəyirdim ki, həmən romanda, yəni valih rəhmətə gedirsə də, valih ölürsə də, valihin arxasında minlərlə valihlər var. Həmən valihlər, mən inanıram ki, bugün də bizim Qarabağ torpağını qaytarsın. Elə gəlin Qarabağ şeir deyin bizə. Artıq tab gətirmir sinəmdə ürək. Qarabağ dardadır, qalx vətən ol. Komandan əmri ilə silah götürək. Açaq Qarabağa gedən bu yolu. Qarabağ dardadır, qalx vətən ol. Ağdamın gözləri tikilib yola. Ona ağa olub, dünənki tula. Silah verir hər qeyrətli oğula.
təmizləyək o dağlardan hər kolu, Qarabağlardadır, qalx vətən oğlu. Onlar dedilər ki, bir daha deməlim, onda bizi nümayəndə göndərək, siz kitab verin, sizin kitablarınızı biz cəmaata paylayaq. Mən yenə də orada 30 dənə kitabımı oradan göndərilən nümayəndəyə təqdim elədim. Facebook səhifəsində də var, bu yəqin baxmış olarsınız, orada təşkillər də var. Təqdim elədim, onlar da aparıb Xaçmaz cəmaatına təqdim elədilər. Amma çox təəssüf edirəm ki, yenə də deyirəm, yəqin ki, adını çəkmədiyim şair məni eşidəcəkdir. Bizim Azərbaycanda ən görkəmli şairlərdən biridir. Həmin adama da təklif olundu ki, kitablarınızdan birini ora paylayaq. O demişdi ki, mənim bir dənə kitabım yoxdur verməyə. Mən çox təəssüf etdim. Bəli, digər qonağım isə Gülbahar. yaşından yaşı bəlkə də 40-a haqlasa da öz şıltaqlığı, öz şadovat gülüşü, öz alicənablığı və xanım xatınlığı ilə seçilən Cəvahir xanımdır. Xoş gəlmişsiniz, Cəvahir xanım yazıcı və şairədir. Digər bir qonağımız isə Tural bəydir. Tural bəy BMT-nin idman sahəsi üzrə koordinatorıdır və əsas səbətkar. Kitablarında hər zaman insanı düşündürən və diqqəti cəlb edən bir insan. Ön sözləri həmişə yazan, gözəl ana, gözəl həyat yoldaşı Rəna xanımdır. Səbəbkarım isə yenə də bayaqları söylədiyim kimi, haqqında dəfələrlə eşitdim və qismət oldu mənə. Mənə qismət oldu deyəndə doğrudan da böyüklük çıxmasın. O insanla görüşməyim mənim üçün sanki həyatımda bir möcüzə idi. Bunun üçün mənə kömək edən insanlara da öz təşəkkürümü bildirirəm ki, ürəyi burada olub, özü burada olmasa da onlara təşəkkür edirəm ki, məhz bu insanla məni görüşdürdülər. Gözəl insan, gözəl ailə başçısı, bir neçə fəxri diplom mükafatçısı, ədəbiyyat sevər, bir neçə kitabın müəllifi, gözəl ata, nəvələrini düşünən baba, Vidadi müəllim Ağdamlıdır. Biz bugün onun evində, zirvədəkilərdə Vidadi Ağdamlının həyatına nəzər salacağız. Həyatında görək nələr olub, qaranlıq səhifələrinə, qaranlıq anlarına əgər bilmək istəyirsinizsə, o zaman mənimlə qalın. Çünki Vidadi Ağdamlı ilə açıq söhbətimiz elə bu axşam sizlər üçün olacaq. Məktəbdə ən yaxşı oxuyan əlaçı şagird olmuşam. Atam da ailədə çox sevirdi məni. Atamın anasının adını daşıyıram mən, Cəvahir. Ona görə mənə həmişə anam, mənim anam deyə çağırardı. Atam özü millət vəkili olub Gürcüstanda, 12 medallı, tanınmış şəxsiyyət bir insan olub. O mənə hər dəfə anam deyəndə, məni əzizləyəndə, yaxşı oxuduğumuza görə tez-tez bizi qəzetdə, jurnalda çıxardıq. Kiçik həcmli yazılarımız gedərdi. Yəqin buradan yaranan fışıltaqlıqda, təbiətin belədir, bilmirəm. Tanrı verən şıltaqlıq, vətənlə döyünən insanları həqiqətən həyatda öz yerini tapmalıdır. Mən çox istərdim Vidadi müəllim xalq şairi olsun, İnşallah. Vidadi müəllim yüksək zirvələrə qalxsın. Bunları mən çox istərdim və o yerdə inşallah öz yerini tapacaq. İnanıram ki, Vidadi bəy öz yerini həyatda tapacaq. Bu yerdə onun gözəl bir şeirini mən sizə oxumaq istərdim. Səni dərdli görüb yaman üzüldüm. Barutdan yanmışdı dağlarda çəmən. Qan qoxu gəlirdi obadan, eldən. Yaladım kül olan divarlarını, yandırdım o sönən çıraqlarını. Qalxdım kül olan ocaqlarını. Gəzdim qarqarını, gəzdim xaçını. Sildim məzarların hər baş daşını. Qalxdım şənli belə duman bürümüş. Şaxqılaq daşları dərddən çürümüş. Quşlar da dözməyib həsrətdən ölmüş. Az qaldı çat versin sinəmdə ürək. Dağlardan gəldi sərin bir külək. İstədim sinəmi açın bir təhər. Görün necə hava düşmüşdü şəhər. Yuxudan ayıldım, durdum bir təhər. Gördüm yataqdayam.
tər basıb məni. Vidadi, yatmadım mən bu gecəni. Vidadi, yatmadım mən bu gecəni. Borçalısın. Səhərdən də sizə fikir verirəm Cəvahir xanım. Nə qədər şadlaq gülüşdünüz. Xoş nurlu simanız olsa da, gözlərinizin dərinliklərində bir qəm də var, miskin də görünür. Nədir bu Cəvahir xanımı yaşadı? Nədir bu miskinlik? Onunla yenə də bayaqlar qeyd etdiyim kimi Vidadi müəllimin şeirləri göz keçirdi. Bəli əzizim, mən bu şeirləri oxuduqca həqiqətən yaşayıram bu şeirləri. Vidadi müəllimin bu gözəl qaytar məni gəncliyimi kitabı da göstərim. Onları oxuduqca insan həqiqətən həyəcanlanır. Burada belə bir gözəl şeir mən seçdim. Gəl, bu canımı verirəm sənə. İstə ürəyimi, istə qəlbimi. Gəl, bu canımı verirəm sənə. Gözündən su içən məhəbbətimi yuqarı çoxdan Vidadi Ağdamdan soruşanda ki, yaxınları sən necəsən? O, alnında yaranan qırışdan soruş deyərək cavab verib və taleyinə köçkünlük düşəndə həyat məni dara çəkir deyərək möhkəm dayanıb. Sonda isə Vidadi Ağdamlı düşür bu ömrümün son yarpaqları deyərək təkliyə qapanıb. Və şair bugün o ötüb gələn gənclik illərinə baxıb, qaytar məni gəncliyinə Allahım deyərək hay salır. Bugünsə hanı mənim obam, elim, torpağım deyərək Vidadi Ağdamlı bir miskilli şair O insanda yaxşı tanıyır. Mənim üçün bəlkə də həyatda onun etdikləri və gördükləri, onun hazırlayıb cəmiyyətə çatdırdığı sujetlər hələ də bugün mənim yaddaşımdan silinmir. Nəzakət xanım. Nəzakət xanım dil ədəbiyyat müəllimidir, 284 sayılarında bitkədir. Dil ədəbiyyat müəllimidir. Fəqət dil ədəbiyyat müəllimi olmasına baxmayaraq, onun hazırladığı sujetlər həqiqətən daha gözəl və tamaşaçını cəlb. Digər xanımımız elə necə deyərlər, kişi qeyrətli, həcər hünərli, nigar qeyrətli bir xanımdır. Xanımımızın adı Sevda xanım. Bu xanımdan isə danışmağa lüzum yoxdur. Çünki bu xanımın adını artıq uzun zamandır eşitmişdim. Sadəcə qismət bugünə nəsib oldu ki, Vidadi müəllimin evində görüşdüm. Zəminə xanım. Gözəl ana, gözəl ailə başçısı, gözəl işgüzar xanım. Zəminə xanım, siz də xoş gəldiniz. Digər bir insan isə Qarabağ qazisi. Qarabağın ürəyi olan Şuşanın İstedadlı adamlar çoxdur. maraqlısı həm söhbət Və sizdə. mən çox şadam ki, belə verilişləri hazırlayırsınız. Daha da genişləndirin. Qarabağdan çıxan oğlanları, o qəşəng qızlar ki, var onları çıxardır, o savadlı insanları çıxardır. Ermənilər çıxardır, deyir ki, mən 5 nəfər, 3 nəfəri çıxardıblar, başlayıb bütün dünya yayırlar. 800 dənə saytı var. Amma bizdə 3 dənə sayt yoxdur. Bu da bizim mənfi cəhətimiz. Mən fikir. Oğlanlar gəlməli, kompüterin damında oturmalı, işin görməli. Aha. Bəli. Və sübut eləmək ki, bu mənimki deyil, sənin deyil. Bu gün mən bir dənə məcburam onu deyəm, bunu bilməm, efirəzə də verməm. Bir ingilis. Çünki ermənilər deyir ki, mənimdir. Yaxşı, mən sübut edirəm, sənin deyil, gəl bura. O xərci mən imkanımız olsa, Vidadi müəllimə biz onu çəkərik. Dünya UNESCO xətti ilə BMT nümayəndəsi burada işləyir. Şuşanın 250-260 illiyi keçir. Xərcini çəkərəm, gətirərəm ora və sübut edərəm ki, Şuşa nədir? Şuşa Şuşadır. Şuşa elə belə yerdir. Yəni, balaca olsa da, təsəvvür edin ki, burada 500-ə yaxın elmlər doktor, profesor çıxıbsa. Təxminən 38-40 nəfər, 40-a yaxın akademik. Dünyada tanınmış akademiklər, elə belə. Riyaziyyat sayılır, fizika sayılır və nələr var, bunu zaman gələr sayardır. Və bu günləri təsəvvür edin və 25 nəfər generalı varsa tək balaca bir yerdən, 5 dənə milli qəhrəman, 6 nəfər Sovet İttifaqı qəhrəmanı. Bəli, Üzeyir bəy də dahidir, Üzeyir bəy başqa bir aləmdir. Operanı ilk dəfə o şərqdə yaranan bir şəxsdir, Üzeyir bəyin vətən olan. Hətta bir dəfə bir yer gəlmişkən deyim, bəlkə tarixini deyirəm. 27-ci partiya qurultayında Qarbaçov İgidyana dedi ki, bəs Üzeyir bəyin vətəni neyini?
Çünki o öyrənmişdi ki, o Şuşa nədir? Şuşada kimlər yetişib? Üzeyir bəyin adı çəkiləndə zal belə baxır, Üzeyir bəydir. Yəni bir nəfərin böyük bir şəxsiyyətin adı çəkilməsi, o da bir siyasətdə yəqin ki, Gideonun adına çəkirdi və bunu göstərir ki, Şuşanı biz neyə yapanda Dağlıq Qarabağa veririk? Şuşanın nə var? Bu məsələ çox ciddi bir məsələ. Və o sözdə ondan sonra dedi ki, mən bunu tarix üçün deyirəm, akademik zat nədir, Yahudi zat rəhmətə getdi, amma üzrüsən bir kanuna görə biz kanalizasiyada integrasiya eləmək. Avropada olan pis şeyləri biz Azərbaycana gətirmək. Mənim fikrimcə, mən bir vətənimi, millətimi sizdən bir adam və düşünürəm ki, bizim övladlarımız gələcəkdir. Mən bir övladım bir Amerikada təhsil alıb, bunu bir qətmə verəcək. Onun ailəyə buna öz adətimizi tam qətdə bir 5 tələb olanda daha çox sirayət edib, nəinki mənim 25-lik tərəfdir. Bugün mənim oğlum, gəlinim, anam tanımaq. Sənin şəxsiyyətin varmı, çıxıb gəlin qaynana münasibətini sən millətə təqdim edirsən? Üzr olmaz. Yəni bu show proqramlarının da bir qayda qanunu var. Mən sizə bir şey deyim, Amerika qərbi bəzən istəyir, Amerikanın istəyir, digər. Amma qərbin televiziyasını açanda, orada kabinli televiziya var, orada ancaq bu kimi şeylərə baxa bilərsən. Dövlət televiziyalarında bizdən artıq şey deyirəm. Düzgün, tərbiyəvi metodlar gedir, söhbətlər aparılır. Yəni, həm siyasi cəhətdən yetkinləşdirirlər milləti. Görürsünüz, nə qədər Amerika qərb adamları siyasi cəhətdən yetkin. Biz yetkin deyirik. Onlar tarixini daha yaxşı bilirlər, biz bilmirik. Bizim tarixlə də bərabər biz coğrafiyamızı öyrənməliyik. Təəssüflər olsun ki, bu günləri bizim coğrafiyamızı öyrədən yoxdur. Coğrafiya yaddan çıxır, tariximiz də yarım çıxdı. Coğrafiyanı mənim övladım tutanım bilməsə, nə biləcək bizim ərazimiz hardan başlayır, qutarır. Bizim ulu min illər boyu babalarımız harada yaşayır. Elə olmasa vətənpərvərlik də oradan doğur, əzizim. Ona görə də bizim özümüzün qədim, gözəl, milli adət-ənənələrimiz var. Və o adətlər indi də yaşamaqdası bəziləri. Təəssüflər olsun ki, onu show proqram fason verirlər. Onu təbliğ eləmirlər millətə. Millətin beyninə o qədər infarkt onu verməlisən ki, o millət onunla yaşasın. Və istənilən var, niyə məsələn Hollandlar Hollandlığıyla fərqləsin, İngilis İngilisliğine fərqləsin, Fransız Fransızlığına fərqləsin. Amma ki, Fransa bilirsiniz necə bir ölkədir. Mənfi cəhətlər olmayan, pisləməmiş bir haldır. Amma inqilablı prosesdə Fransa dünyada birinci yerdir. Amma müəyyən məsələlər ki var, orada biraz başqa cürdür, mən bunu açıqlamaq istəyirəm. Bugün nə üçün biz öz qədim mədəniyyətimizi söykəniyib, öz millət, Azərbaycanlı olduğumuz, Azərbaycan Türk olduğundan fərq etməmək. Və biz öz millətimizi haradasa təbliğ etməmək. Bizdən bütün bunlar hamısı lazım məsələ. Mən gənclərə də həmişə deyirəm, evdə öz uşaqlarıma da deyirəm ki, biz oradan texnologiya, gedin oxuyun gəlin, bu Azərbaycanda texnologiya yetişdirin. Bırakın, maşın istəyirsən, elektron cihazlar istəyirsən, bu günlər bizim Azərbaycanlı fəxr edir, qeyri, səlis nəzəriyylə iqtizadə görürsünüz. Nə üçün onu biz təbliğə gətirib Azərbaycanlı olmaya istifadə etməliyik? Onun beynindən biz istifadə etməliyik. Mən ondan ötəri şəxsən, mən milyardlarla pul bırakıram. O getsinlər ölkəni, elektronikanı gətirsinlər Azərbaycana və bütün dünya desin ki, bu Azərbaycanda istəyirsən olmalı. Çünki Lütfüzadə kimi kişilər var. Lütfüzadə tarixdə bir də yetişməyir. Vaxtı zamanda qoca 290 yaşı var. Ona ayda 100 min pul verərəm, deyərəm ki, ortalığa bir üstədir. Yəni bunu etmək lazım. Bizim nə qədər elə qeyrətli olanlarımız var xaricdə Azərbaycan tanıdan insanlarımız var. Məsələn, vaxtında Sovet hökumətinin vaxtında Kərim Kərimov biz gətirmiş az istifadə eləmiş olsaydı, bugün Azərbaycanı kosmos. Rusiya istifadə edir. Rusiya istifadə edir. Kərim Kərimov biz fəxr etməliyik. Düzdür, mütləq edir. Yəni bu insanlarımız, saymanla tutarası görə o da istedadlı şəxsiyyətlərimiz var. Bu ölkə, bu millət istedadlar ölkə. Balaca bir xalq nədir? 10 milyon xalq yoxdur. Amma nələrimiz yoxdur bizim. Bizim potensial imkan, elmi, mədəniyyət, potensial imkanlarımız var. Sadəcə bunu səmərə istifadə edəmək, dövlət səviyyədə qarı göstərməli, gənclər var, elmi həvəslər olan, onlara hamısı çıxartmaq lazım. Və onu mən belə başa düşürəm, texnologiya, elm gəlməlidir, mədəniyyət isə öz mədəniyyətimizi inkişaf edir. Biraz mən nə demək istəyirdim? Mən bayaqki söhbətə qayıtmaq istəyirəm. Əvvəla mən Azərbaycanın birinci qadını Mehriban xanıma
təşəkkürümü bildirirəm. O mənada təşəkkürümü bildirirəm ki, bizim muğamatı yenidən qaytardım. Mən muğamatın yenidən qaytarılması Qarabağın bəlkə də 50% qayıtması hesab. Ondan əlavə, mən bu o demək deyil ki, mən muğamatdan başqa ayrı musiqini sevmirəm. Mən simfoniyada qulaqlanma dinlərdim, estradiyada qulaqlanma dinlərdim. Lakin estradiya üstünlü görür, tüm müğənnilərimiz hal-hazırki dövrdə estradiya ilə oxunmasını mən bəyənmirəm. Ondan sonra onların canlı oxunmamasını bəyənmirəm. Buna görə Mehriban xanıma mən təşəkkür edirəm ki, Mehriban xanım bizim demək olar ki, bəlkə də batıb getmiş, ölmüş bir duyğularımızı, muğamlarımızı bizə qaytarır. Bu muğam, xaricdə olanların bir yaxşı sözü var. Onlar, bir nəfər xarici ilə mən söhbət edirdim internetdə, İngilis dilində yazırdı. Mən İngilis dilini bilmirəm, ancaq orada götürüb perevod edib, ona təzədən sözü yazmaq olur cavabın. Onun fikrini öyrəndim, ona cavab yazdım. O bir qəşəng söz dedi. Dedi, Azərilər danışanda biz elə bilirik ki, onlar musiqi oxuyur. Adi bizim danışığımızı onlar musiqi hesab edirlər. Elə bilirlər ki, həqiqətən biz nəysə musiqi oxuyuruq. Yəni bizim bir belə gözəl sözlərimiz var, belə gözəl danışıq tərzimiz var. Bundan əlavə söhbət bayaq adət-ənənələrdən düşdü. Mən o adət-ənənələrə aid bir dənə misal çəkmək istəyirəm. Yadımdan çıxıb dəqiq hansı şairdir, ancaq onun əsərləri çox oxumuşam. Mən onun əsərlərinin birində belə bir... Biz gəlin o adətimizdən qayıdaq. Məsələn, bizim adətimizdə gəlin qaynatı ilə qaynananın yanında övladını qucağına almırdı. Gəlin biz o adətə qayıdaq. Məsələn, gəlin qaynata oturan stolda gəlib oturmurdu. Gəlin qonağın qarşısına ancaq çay süfrəsində çay gətirən vaxtı çıxırdı. Gəlin biz bunlara qayıdaq. Yoxsa ki, gelirsən bir evə, gəlin qaynatan gidən yuxarı başdan oturursun. Bizə bu adətlər lazım deyil. Bizə öz adətlərimiz lazım. Keçmiş adətlərimiz lazım. Həmin adətləri biz yaşatmalıyıq, canlandırmalıyıq. Gələcək nəsilə onları biz öz ürəyimizlə, duyğularımızla çatdırmalıyıq ki, biz Azəri olmuşuq. Azəri adını qoruyub saxlamalıyıq. Buyurun. Təşəkkür edirəm. Sonda hər birinizdən Vidadi müəllim haqqında öz ürək sözlərinizi eşitmək istəyərdim. Qısa və konkret. Zəminə xanım, başlayaq sizdən. Nə deyə bilərəm mən? Vidadi müəllimə can sağlığı və həmişə də 39 yaşında qalsın. Amma mən deyərdim həmişə yox, çünki 39 yaşının davamını o Qarabağda keçirmək istəyir, Ağdamda keçirmək istəyir. Mən istəyərdim ki, həmin yaşın davamını Qarabağda, Şuşada, Ağdamda, Füzulidə keçirsin və biz də Vidadi müəllimin başına yığışaq belə bir məclisdə. Gün olsun ki, torpaqlarımız qayıtsın. Bir Qarabağlı kimi mən ancaq bunu arzulayıram. Qarabağda görüşənədik. İnşallah. Sevda xanım, sizdən arzulayarız. En güzel can sağlığı karşılığı, uzun karşılığı. Lütfen ben de Siz sağ olun ki, Vidadi müəllimi bugün siz öz verilişlərinizdə, öz TV kanalınızda işıqlandırırsınız. Mən buna çox şad oldum, çox. Layiqdir, Vidadi müəllim layiqdir. Xidmət edir. Onun qarşısında olmadan deyim, get kişisən, Səngərdə xidmət edir. Hər birimiz öz övladımızı göndərməliyik, döyüşə də göndərməliyik. Ruşa da torpaqlarımızın işğalını azad etməyə mütləq və mütləq bütün qüvvələrimi səfər verir. Zalim abi, mən sizə təbrik edirəm, sizə də can sağlığı arzu edirəm. Qoy sənin qələmin axarlı olsun, yazıların axarlı olsun və belə kitabların hamısını Şuşada Ağdamda yazasın. Çox sağ olun. İnşallah. Allah'ın hamısına minnətdarım. Çox sağ olun. Sizi bəribaşdan dəvət edirəm Şuşaya. Mən nikbin adamam, inanıram Şuşa olmayacaq. İnşallah. Mənim orada dədə-baba 100 hektar torpağım var, İbrahim Dambalı.
And olsun Allah Ramazan bax söz verir. Hərəmizə ştot topladı. Sağ ol. İnşallah, inşallah. Elə əlimdən imkanı var. Əlbəttə keçir. Kimə keçir? Demək istəmişəm. Kimə? Ancaq kiminsə xatirinə dəymək istəməmişəm. Aha. Hamını öz taleyindən baş-başa bırakmışam. Nədir İdadi müəllimi bugün danışdı? Valideynlər, ana, ata sevgisi. Ümumiyyətlə, hal-hazırda məni ən çox narahat edən indiki dövrdə ailə məişət mövzularıdır. Keçmiş illərə qaydanda, ata-baba illərimizə qaydanda, adət-ənənələrimizə qaydanda çoxları unudulur, çoxları yaddan çıxır. Çoxlu ənənələrimiz, gözəl ənənələrimiz olur. Onları davam etdirmirlər. Onlara heç deyil. Niyə yaşatmıyorlar? Günah özümüzdədir. Bax, bu sualı hamımıza verirlər. Günah özümüzdədir. Xeyr, günah bizdə deyil. Mən onu bəlkə də deyərdim ki, tarixi zərurətdir. 21-ci əsr artıq onu tədir. Cəvahir xanım, günah özümüzdədir. Adət-ənənələrimizi yaşatmaqlardır. Rəhlə xanım, ön sözlərini həmişə biz sizə görmüşük ki, artıq bir neçə kitabın nömrəlidir. Ön sözünü siz yazmışsınız. Hardan da ucundur? Ürəkləriniz sanki müəllimi olduğunuz üçün siz ehtiyatınız. Yox, bilirsiniz nətərdir? Mən həyatda həmişə 3 mərhumun heç vaxt bir-birindən seçilməməyini görürdüm. Hiss edirdim ki, bu mərhumlar bir-birindən seçilmir. Bu sevgi mərhumudur. Yəni 3 sahə üzrə. Biri anaya sevgi, biri qadına sevgi, biri də vətən sevgisi. Nə qədər araşdırırdım, bu sevgini ayıra bilmirdim. Hansının daha çox yer tutduğunu, hansının unudulmaz olduğunu bilirdim. Amma həm şairin ilk oxucusu olduğum üçün, həm şeirlərinə dönə-dönə nəzər yetirdiyim üçün, həm də sayca onun əsərlərində vətən mövzusunun çox olmağı məni yeganə bir əqidəyə gətirdi. Deməli, bu 3 ali hissin ən üstünü vətəndir. Əgər belə olmasaydı, İdadi müəllimin yazdı, adi bir sevgi şeiri yazsın. Mən şeiri adiləşdirmirəm ha. Yəni, təsadüfən dursun, qələmin alsın əlinə bir sevgi şeiri yazsın. Yenə də onun axını vətənlə bağlayır. Yenə də onun axında vətəni təsvir edir. Ona görə də mən özüm də vətəni çox sevdiyim üçün, vətən həsrəti ilə yaşadığım üçün ona ön söz yazmağı, korrektorluq eləməyi özümə xoş görmüşəm. İdadi müəllim, oxucunuz bildi ki, Rəna xanım da deməli, məsləhətçiniz olur. Məsləhətçiniz deyəsən olur. Məsləhətçi deyil. Ümumiyyətlə, məsləhətçi demək olmaz. Demək olar ki, mənim yazdığım şeirlərin ilk oxucusudur. Məndə bir xüsusiyyət var. Adətən şairlər şeiri yazır, sonra şeirin üzərində düzəltir. Ancaq mən internetdə şeiri başlayıram, axırıncı nöqtəsini qoyuram. Bir dənə hərfdə düzəltmirəm, bir dənə də sözdə düzəltmirəm və həmən şeiri çağırıram, Rəna xanım gəlir. Deyirəm, Rəna xanım, qulaq gör necə anlayacaq. Oxuyuram, bu da deyir, çox əyələ. Vəssalam, bununla da o gedir növbədə kitab. Bəzən olur, olur elə ki, elə vəziyyət yaranır ki, birdən mübahisəmiz, kiçik mübahisə əlbəttə düşür. Deyirəm ki, bir ədəbiyyatçı kimi mən bax, burada bunu belə desəydim və yaxud da ki, burada durğu şairlərin belə qoysan daha yaxşı alınır, bax belə, kiçik belə. O da gəlir, axırı doğrudan da fikir eyniliyinə gəlir. Fikrini ayırmamaqdır. Olmaya gedə bilir. Gəlir, sonra da bu kiçik mübahisəmiz gəlir, yaxşı bir nəticə verir. Yaxşı bir nəticə verir. Mən belə bir sualıya geçseydim, deyir, Rəna xanım bayaqlar bir söz tutdum Rəna xanımla, deyir, sevgi şeirləri. Etiraf edin də, İdadi müəllimlə, bəlkə hələ cavanın sevginizi unutmamışsınız. Unutmamışsınız deyəsən. Deyəsən Rəna xanımla qabaq kimisə sevmişsiniz gəlir. Tanışdırmazsınız.
bayaq dediyim kimi, sevgi hissləri, bir var sevgi, bir var sevgi hissləri. Ümumiyyətlə, mənim şeirlərimin birində bir başlıq var, o haqda bir şeir deyir. Deyir, ayrılıq sevgiyə güc gələr olmaz. Yəni, bu o deməkdir ki, nə qədər ayrılıq olsun, 40 il bundan qabaq da sənin ürəyində hansı hiss varsa, o hiss sənin ürəyində yaşamalıdır. Yəni, o hiss ölənə qədər getməlidir. Lakin, yenə də təkrar edirəm, mənim ilk mərhəmətim yenə də mənim həyat yoldaşım, uşaqlarımın hansı. Çünki mən bütün ömrümü, o da 41 illik, 41 il bizim ailə həyatımız olub. 41 illik ailə həyatımızı biz həmişə bir-birimizin yolunu tutmuşuq, bir-birimizi sevmişik, bir-birimizi istəmişik. Demək olar ki, ilk məhəbbət, əsl məhəbbət budur. Mən belə oluşur. Sevmisizdən? Yəqin ki, sevməsəm almazdım. Çünki Rəna müəllim Ağdamın Fındıqistan kəndindən, mən Ağdamın özündən. Ay maraqlıdır bu Vidadi müəllim. Biri kəndin o başında, biri rayonun bu başında. Harada tanış oldun? Yaşmalı qız Bulaq başına getdi, olmayıb Bulaq başında mı gördün? Mən Xalq Təsərrüfat İnstitutunda oxuyurdum. 72-ci illər idi. Yəni 72-ci ildə mən 2-ci kursda oxuyurdum. Çünki institutda 2 il mən gec qəbul olmuşdum. Amma Rəna müəllimə dil ədəbiyyat o vaxtda aprel elinə gedirlər. Aprel elinə qəbul olmuşdu. Onda Rəna müəllimə 4-cü kursda oxuyurdu. Təsadüfən bir ad günündə, daha yenə bağışlayın istəyirəm daha yenə. Eybiyyətdir. Gəncədən Tahirə xanım adlı bir qızın ad günüydü. Onun ad günündə Rəna müəllimə ilə görüşdük. Nəyə görmüşdür, sevdiniz bu kişini? Yox, həmin vaxt olmadı, amma yavaş-yavaş onlar gəldilər, getdilər belə. Nəysə, institut qutaranda mən 4-cü kursda oxuyordum. Gələndən sonra belə bir yarandı, belə bir sevginin axırında belə bir qovuşular gəldi çıxardı. Nəticəsi də burada. Xoşbəxtlikdə. Xoşbəxt. Çünki mənim, üzr istəyirəm, 4 övladım var. Allah saxlasın. O övladlar öz həyat yoldaşımla bərabər məni xoşbəxt olmağa gətirib çıxarır. Hamının qəlbində də, həyatında da hər bir yerdə olmalı. İstəyir əsəbi olsun, istəyir olmasın, o atadır. Səfər Sadiq Əleyhisselamın da bir gözəl sözü var. Ən gözəl etiraf uf deməkdə olmadı. Qəmgin anlarını Vidadi müəllim nəyinə ovundurursun? Qəmgin anlarınızı o ürəyinizdə dolu olan bəzən ağır acıları kiməsə bölüşməmək istəyən Vidadi müəllim nəyinə bölüşür? O acını, xisləti. Ümumiyyətlə demək olar ki, şairlərdən birinin çox gözəl bir sözü var. Səhv eləmirəmsə Zəlmxana sual verilmişdi söz. Sual verilmişdi ki, şair qəmdən yazır, dərddən yazır, yoxsa sevgidən yazır. Zəlmxan cavab vermişdi ki, qəmi olmayan şair şeir yaza bilməz. Deməli, qəmli insan şeir yazmalıdır. Qəm hamıda var. Demək olar ki, birinci elə ən böyük qəm, ən böyük kədər, ən böyük niskil məndə vətən niskil. Sonra bərabər, bayaqlarda söylədiyim kimi elə bir insanın evindəki qonaqpərvərliyi, səmimiyyəti, alicənablığı ilə onun başına toplaşmışıq. Elə dostlar da onun yanındadır. Reklam arxasında, kadr arxasında danışdıq, dedik, güldük, oradan da söhbət açıb ki, həqiqətən də burada şair ruhlu insanlar toplaşırlar. Şair ruhlu insanlar Vidadi müəllimin ətrafındadır. Biz isə Vidadi müəllimlə elə zirvədəkilərdən danışırıq. Çünki bugün zirvədəkilərin zirvədəsində Vidadi Ağdamlıdır.